Bölmə 4, dinləmə mətni 6. Bir yay səhəri Zaur, Aylin və Murad meşədə piknik etməyə qərar verdilər. Onlar səbətə ləzzətli yeməklər, musiqi səs-gücləndiricisi və oyunlar qoyub yola düşdülər. Yol boyu zarafatlaşır, gülür, şənlənirdilər. Meşəyə yaxınlaşanda Aylin bir plakat gördü. Plakatda bir dinamikin üzərində qırmızı xətlə çəkilmiş şəkil var idi. Aylin maraqla oxudu. Sakit zona. Səs-küy etmək qadağandır. Yəqin ki, bu ərazi xüsusi qorunur deyə Aylin öz-özünə dilləndi. Murad, nə olar ki, biraz musiqi açarıq deyə çiyinlərini çəkdi. Muradın bu sözündən əsəbləşən Zaur başını buladı. İşarəni görmürsən? O bildirir ki, sakitliyə riayət etmək lazımdır. Gəlin qaydaya əməl edək. Aylin dostunun sözü ilə razılaşdı və dedi. Bu meşəyə bizlərlə yanaşı istirahətə neçə ailələr gəlir. Onlar da bizim kimi xoş gün keçirmək, təbiətdən zövq almaq istəyirlər. Ona görə də insanların rahatlığını pozmaq olmaz.